2026-cı ilin mart ayının əvvəlindən bəri Kreml və Putin məxfi məlumatların sızmasından, eləcə də sui-qəsd və ya çevriliş cəhdi riskindən narahatdır. Today Press TV xəbər verir ki, bu barədə Vajne Istori Avropa Birliyi ölkələrinin birindən Kremldəki real vəziyyətlə bağlı kəşfiyyat məlumatını istinadla bildirib. Xüsusilə o, Rusiya siyasi elitasının üzvləri tərəfindən mümkün sui-qəsd cəhdində dronlardan istifadədən ehtiyat edir. Bununla əlaqədar olaraq Federal Mühafizə Xidməti Putinin ətrafında təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə prezident administrasiyasına gələnlər tam axtarışla daxil olmaqla 2 səviyyədə yoxlamadan keçir. Federal Mühafizə Xidməti isə Putinin müntəzəm olaraq ziyarət etdiyi yerlərin siyahısını əhəmiyyətli dərəcədə azaldıb. Nə o, nə də ailəsi artıq Moskva vilayətindəki və Valdaydakı evlərində olur. Ukraynada müharibənin başlamasından bəri Putin tez-tez modernləşdirilmiş bunkerlərdə, xüsusən də Krasnodar bölgəsində sığınacaq tapıb və orada həftələrlə fəaliyyət göstərir. Rusiya mediası isə əvvəlcədən hazırlanmış video materiallardan istifadə etməyə davam edir. Putinin yaxınlığında işləyən işçilərə artıq mobil telefonlardan istifadə etmək qadağandır. Onlardan həmçinin internetə çıxışı olmayan cihazlardan istifadə etmələri tələb olunur. Üstəlik, Moskvanın bəzi ərazilərində rabitə kəsintilərinin arxasında Federal Mühafizə Xidməti dayanır. Görünür, Kreml hesab edir ki, Şoyqunun potensial çevriliş cəhdinin arxasında durması mümkündür və bu, keçmiş müdafiə nazirinin həbsinə səbəb ola bilər. Onun keçmiş birinci müavini Ruslan Çarikovun həbsi elita üçün qeyri-rəsmi təhlükəsizlik zəmanətlərinin pozulması kimi qiymətləndirilir. Bu da Şoyqunun mövqeyini zəiflədir və özünün cinayət tədbirinin hədəfinə çevrilmə ehtimalını artırır. Bundan əlavə, təhlükəsizlik qüvvələri arasında da gərginliyi artır. 22 dekabr 2025-ci ildə Moskvada general-leytenant Fanil Sarvarovun ölümündən sonra təhlükəsizlik qüvvələrinin nümayəndələri məsuliyyəti bir-birlərinin üzərinə atdığı görüş keçirib. Bu hücumların Rusiya qüvvələri sıralarında qorxu və nizamsızlıq yaratdığı vurğulayan Baş Qərargah rəisi Valeri Gerasimov təhlükəsizlik xidmətlərinin nümayəndələrini onları qabaqcadan görə bilmədiklərinə görə sərt şəkildə qınayıb. FTX direktoru Aleksandr Bortnikov isə hücumların sistemli şəkildə qarşısının alınmasının mümkünsüzlüyünü vurğulayaraq özünü müdafiə edib. Məlumatda deyilir. Namiq Abbasov, Today Press TV.